Azərbaycan vətəndaşlarının xaricdə rəsmi və təhlükəsiz məşğulluğa çıxışı genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, əmək bazarındakı qlobal tendensiyaları və artan tələbi nəzərə alaraq yeni bir təşəbbüsə start verib. Agentlik etibarlı tərəfdaş qurumlar tərəfindən təqdim olunmuş, rəsmi yoxlamalardan keçirilmiş və yalnız qanuni, təhlükəsiz və əmək müqaviləsi ilə tənzimlənən xarici iş imkanları barədə elanları artıq vətəndaşlara təqdim edir. Bu iş elanlarına qardaş Türkiyədə mövcud olan və 18-50 yaş arası şəxslər üçün nəzərdə tutulmuş bəzi vakansiyalar daxildir. Otelçilik sektoru üzrə minimum 750 Amerika Birləşmiş Ştatları dolları əmək haqqı ilə 450 iş yeri. Bura qeydiyyatçı, qonaqlarla iş üzrə əməkdaş, qarşılama və yönləndirmə işçiləri, ofisiant və köməkçilər, barmenlər, səhnə işçiləri, aşpaz və aşpaz köməkçiləri daxildir. Müqavilə müddəti 6-9 ay təşkil edir. Gəmiçilik üzrə isə 1700 dollara qədər əmək haqqı təklif olunan 20-dən çox vakansiya mövcuddur. Bosman, matros, motorçu və aşpaz kimi ixtisaslar üçün 6 aylıq müqavilə nəzərdə tutulur. Ümumilikdə xaricdə işləmək üçün seçilərə yola salınanların nəqliyyat, xaricdə qalma xərcləri də qarşılanacaq. Onu da qeyd edeyim ki, bu layihədə əsas məqsəd vətəndaşların xaricdəki rəsmi, təhlükəsiz iş imkanları barədə məlumatlandırılmasını, rəsmi əmək miqrasiya imkanları barədə doğru, yoxlanmış, şəffaf informasiya əldə etmələrini təmin eləməkdir. Bəzi dövlətlərdə bizim əvvəldən əməkçi miqrantlarımız olublar, buradan gedənlər. Onlarla bağlı bəzən problemlər yaradırlar. Ona görə də məncə bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi çox yaxşı olar və ümid edirəm ki, bu elə genişlənəcək də. Həm işə düzəltmədə, yəni vasitəçilik missiyası, həm də o xaricdə hal-hazırda işləyən işçilərimizin, Azərbaycan vətəndaşlarının deyək ki, müdafiəsinin təmin olunması baxımından. Çünki Azərbaycan dövləti düzdür, bu Xarici İşlər Nazirliyinin üzərinə qoyulmuş bir vəzifədir ki, yəni xaricdə olan Azərbaycan vətəndaşları ilə bağlı konsul xidmətinin üzərinə düşür əsas müdafiə məsələləri, amma işləyirlərsə bir halda və bununla bağlı bu təminatlı işlər olsa daha yaxşıdır və bunu da Dövlət Məşğulluq Agentliyinin vasitəçiliyi varsa, artıq bu başdan bilirik ki, təminatlı işdir. Çox arzu olmalı ki, bu sahədə fəaliyyət genişlənsin. Vakansiyalar barədə ətraflı məlumat Agentliyin rəsmi internet səhifəsində, 142 çağrı mərkəzində və dost mərkəzlərində təqdim olunur. İşləmək istəyənlərsə CV-lərini xaricdə iş, sosial.gov.az ünvanına göndərə bilərlər.